veriliş strukturuna olmasa da öz balası kimi yanaşmaq çox maraqlıdır. Valideynlərlə bu üçbucağı necə təşkil edirsiniz? Ki, əvvəldən başladıq üçbucaqla izah etməyə, üçbucaqla da davam edək. Valideynlərlə necə bu tandemi təşkil edirsiniz? Burada çünki qeyd etdiyiniz məqamda valideynin də məsələsi var. Mən belə başa düşürəm. Çünki o uşaq oradadırsa, valideyn nəzarəti az olduğuna görə oradadır. Çox qəribə şəkildə düzgün qeyd elədiniz. Elə valideyn məsələsində də mənim beynimdə bir üçbucağı var. Mən həmişə o üçbucaqla valideynlərin əlaqə saxlayana danışıram. Bir də birinci onu qeyd edeyim ki, ondan əvvəl. O dediyiniz şagirdlərə valideyn kimi yanaşma. Məsələn, məndə hələ də həmin mesajlar, SMS-lər durur. Məsələn, ki, uşaq məndən şagird axşam 12-nin yarısı dərsin yerini soruşanda mən eynən dediyim mesajı yazmışam ki, bəs sən bunu nə vaxt çatdıracaqsan? Hətta özlərinə qeyd edirəm ki, sizin özünüzdən daha çox mən sizin fikrinizi çəkirəm, necə oldu, necə yazdı imtahanda, oxudum mu, oxumadım mı, hazırlaşdım mı? Bu valideynlərlə müəllimlər arasında yenə bir üçbucaq məsələsi var. Valideyn, müəllim, şagird üçbucağı. Bu üçbucağın hər bucağı, hər qolu öz funksiyasını tam yerinə yetirməlidir ki, həmin proses uğurlu olsun. Yəni, hədəfimiz o şagirdin müəyyən bir özü üçün qoyduğu hədəfə çatmaqdırsa, çatmağı üçün çalışmaq lazımdır. Hamı eyni dərəcədə çalışmalıdır. Məsələn, Valideynlərlə bu istiqamətdə necə iş aparırsınız? Mütəmadi iclaslar olurmu, görüşlər olurmu? İclas da olur, görüş də olur və bu olmasa belə ən azından telefon vasitəsilə hər həftə valideynlərə məlumat veririk tam dəqiqliyi ilə. Yəni, nə artıq bir şey, artıq şikayət və yaxud da artıq tərif olunur və yaxud da nəyisə az qeyd eləmirik. Bu da həftə boyu şagird özünü necə göstəribsə, həftənin sonunda valideynə verdiyimiz məlumatda əks olunur deyə. Həftə boyu özünü yaxşı göstərən şagird üçün yaxşı sözlər deyilir valideynə və o digər həftə üçün ona bir yeni güc gəlir, enerji gəlir, motivasiya gəlir. Amma burada bəzən yaşadığımız çətinliklər var. Bu, belə deyil, burada valideynləri tam qınamıram, sadəcə valideynlərin həssaslığını anlayıram. Problem nədir? Məsələn, bir şagird haqqında tutaq ki, yaxşı fikir demişik, bəzi şikayət iradlarımız olub. Tutaq ki, məsələn, əl adında bir şagird haqqında, məsələn, demişəm ki, testləri işləyib, amma məsələn, 100 test vermişiksə, onun 80-lərini işləyib. Bir də ki, bəzi qaydalar daha çox oxusa yaxşıdır. Yəni, bu tam şikayət sayılmır da əslində. Mən tapşırıqları işlədiyini demişəm, birini müsbətdən danışmışam, sadəcə bəzi iradlarımı bildirmişəm. Mən bunu valideynə bu cür dedim. Sonra valideynin şagirdə bunu çatdırma forması başqa cürdür. Biraz da sərtləşib. Valideyn şagirdə deyir ki, İsa müəllim dedi ki, əli oxumur, mən əldən şikayətçiyəm, əldən narazıyam. Və həmin günün səhəri və o bir gün nə vaxtsa şagird dərsə mənim qabağıma gələndə sən biraz keyf olmur, görürsən, məsələn, belə baxışlarına hiss edirsən ki, əvvəlki əli deyil bu. Yəni, isti baxmır və yaxud da biraz nifrətlə baxır, soyuq baxır. Soruşanda birinci demir, ikincidən biraz təkid eləyəndə, deyir ki, müəllim belə də, bəs mən oxuyuram, niyə mən şikayətləmişsiniz? Həmən o an müəllim çox pis çıxılmaz vəziyyətdə qalır. Niyə? Mən desəm ki, yox, belə deməmişəm, valideynin yanıtı çıxartmış oluram. Boyuma da bilməm, amma bir şey deməmişəm. Yəni, o an situasiyadan, vəziyyətdən çıxmaq çox çətin olur. Bu məsələlər var. Amma belə ümumi anlayışlı valideynlərimiz həddindən artıq çoxdur və onları da anlayıram. Çünki uşaqlar üçün yanırlar, həssas mövzudur həm də. Ona görə də valideynlərə mütəmadi məlumat verəndə, məsələn, mən də bu halları bir dəfə yaşadığımız valideynə ikinci dəfə bunu deyirəm ki, xahiş edirəm, əliyə bu cür çatdırım mənim sözümü. Çünki sonra problem yaranır. Bu müəllimlik sənəti